29 oktyabr tarixində Marneoli munisipalitetinin icra hakimiyyətinin tədbiri baş tutdu. Ənənəvi olaraq hər həftə tədbirlər 2 mərhələdə keçirilirdi. Bugün isə görüş ərazi birliklərində icra başçısının nümayəndələri ilə keçirildi. İcra başçısının müavini Zaur Tapadadze həmkarlardan müxtəlif kənd problemlərini dinlədi. Görüşdə Energopro Georgia'nın yeni təyin olunmuş rəhbəri Levan Ququçiya da iştirak edirdi. Kənd nümayəndələrinin demək olar ki, hamısı ona öz şikayətlərini bildirdilər. Onlar Energopro Georgia'nın yeni rəhbərinə kəndlərdə bu sahədə mövcud olan problemlər haqqında məlumat verdilər. Levan Ququçiyanın müavini Georgi Georgadze Aşağı Qullar kəndi ilə bağlı deyilən narazılıq haqqında da danışdı. Кроме города, еще у нас отключен Алгети, который новый делает, Азиз Ченди, Хаджиса Ченди, Нургули включили, да, тоже там половина горит, половина еще не горит. Вот такие моменты существуют. А что касается Кашагани, Такало, этот, как его, Чирашумуравно, там пока в эксплуатации не сданы. Село Квемокуллары очень плохое освещение, как свечка горит. Не включается ни холодильники, ни движки, которые вот ставим мы для питья воды и все остальное. Кредитов получено, они отдавать не могут. Когда это будет решено, я не знаю. Люди меня растерзают, честное слово. Bizim nümayəndələr yerində gedib məsələ ilə tanış oldular. Qərar verildi ki, o kəndə yeni bir transformator qoyulmalıdır. Çünki transformatordan kənd əhalisi uzaqda yaşayır və cərəyan problemi ona görə yaranır. Bunun üçün uzun sürsə də layihə davam edir və həmin kəndə əlavə bir transformator qoyulacaq. Zaur Tapadadze Opret Xomleti su təchizatı layihəsinin alınmaması ilə bağlı söhbət etdi. Xomletidə olan elektroenerji problemi ilə bağlı isə Opreti kənd nümayəndəsi Amiran Komadzid məlumatı diqqətə yetirdi. Energopro Georgia'nın Marneoli servis mərkəzinin rəhbəri Marneolidə yeni və köhnə sayğacalar haqqında da söhbət açdı. Tenderin biri alınmadı çünki təşkilat kvalifikasiya tələblərini təqdim etmədi. Sonra biz nazirlikdən xahiş etdik ki, asanlaşdırılmış yolla elektron tender edək. Cavab gec gəldiyinə görə ayın 3-də tender baş tutmalıdır. Düzdür, dağlıq ərazi olsa da çalışıb bunu çatdıracağıq. Elektrik enerjisi xətləri demək olar ki, elektrik dirəklərindən asılıdır, hardasa yerə düşmək üzrədir. Söz veriblər ki, düzəldəcəklər, yəqin əvvəlki rəhbərlik deyib ki, xətləri yeniləyəcəyik. Elə vəziyyətdədir ki, bir kiçik təkan nəticəsində düşə bilər. Əhali mənimlə söhbət zamanı bildirir ki, bu ilin sonuna qədər bu problem həll olunmalıdır. Onlar artıq bundan əmindirlər. Bizim mərağımıza da daxildir ki, bunları həll edək. Harada ən çox ağır vəziyyət varsa, ilk növbədə ora gedirlər. Ancaq bu zaman ərzində nəsə etmək mümkündürsə, müvəqqəti olaraq bəlkə möhkəmləndirək və sonra təmir olunsun. Rəflərin dəyişdirilməsi prosesi gedir və zamanla bunu da həll edəcəyik. Hamısı bir dəfəyə dəyişdirilə bilməz. İstifadəçilər özləri 3 lari dəyərində olan avtomatlar var. Evdə onu yerləşdirsələr müdafiə edər. Bugünkü tədbirə sonradan icra başçısı Mirab Topçişvili də qoşuldu. O, Energopro Georgia'nın servis mərkəzinin rəhbərinə şikayətlərlə müraciət etdi. Levan Ququçiya isə icra başçısına öz mövqeyini bildirdi. Bu səviyyədə elektrik enerjisinin sönməsi halları indiyə kimi baş verməyib, elektrik enerjisi kəsilir, sonra su gəlmir, texnikalar xarab olur və əhaliyə nə qədər zərər dəyir. Mənə izah edin, nə baş verir? Məlumat mərkəzə çatdırılıb, mən də yenə deyəcəm, amma bu yetərli deyil. Xətlər o dərəcədə köhnəlib ki, 24 saatlıq enerjini ödəmək vəziyyətində deyil. Bunun üçün böyük məbləğdə investisiya tələb olunur. Bu məbləğ hələ ki əldə olunmayıb. Buna 50 milyon lazımdır ki, reabilitasiya işləri həyata keçirilsin. Bunun üzərində müzakirələr gedir və nəsə düşünəcəklər. Qəza hallarında isə qruplarımız operativ şəkildə yardım göstərirlər. Qaçağan kəndinin ərazi birliyinin nümayəndəsi Dilən Bayramov kəndin bir neçə problemlərini nəzərə çatdırdı. Kirəç, Muğanlı və Qaçağan kəndləri qalıb, ilin sonuna qədər orada işlər başa çatmalıdır. Ancaq işlər hələ ki dayandırılıb. Kənd Təsərrüfatı İnformasiya Konsultasiya Mərkəzinin nümayəndəsi Nukri Memarnişvili kənd nümayəndələrinə fermerlər üçün yeni layihələrdən danışdı. 833 это мало. Почему так мало? Потому что, у людей там что-то он какой-то урожай продал, не продал, какие-то деньги есть, и сейчас до 15-го же налог сейчас на землю, да, он это собирается. Вот сейчас у нас есть информация, я должен назвать этот банк, потому что только этот банк связался с нами, это Константа, вы можете сказать фермерам, можно поехать туда, Константа банк, и у них новый такой продукт. Они получают за фермера, допустим, есть 5000 лари, да, или 3000 лари, которые ты должен на землю до 15 ноября заплатить. Банк тебе платит эти деньги,
и потом уже постепенно по месяцам или допустим, очень маленький там процент. В общем, детали можно там узнать. До следующего года, то есть одалживает эти деньги. Это хороший продукт для фермеров. И эти деньги, которые сейчас он не может спахать, да, допустим, он может вот использовать и спахать. На агрострахование, что есть, да, новый проект. Я хочу сказать, что 5 миллионов было выделено на это дело, и 3 миллиона уже фермеры, так сказать, захватили, все, потому что это хороший вариант. 6 лари платишь за гектар, допустим, остальное государство тебе покрывает. Что-то случилось, да, 1500 лар тебе дает это страхование. Это хорошее дело, и всего Марнеули на сегодняшний день этим продуктом пользуются 15 фермеров. 15 фермеров уже сделали это страхование, ну, всего на 178 гектаров сельскохозяйственников, фермеров, которые хотят, как бы, вот кооператив создать, да, сельскохозяйственный кооператив, потому что пользоваться вот этими льготами, что дает это дело. В Марнеуле сейчас уже функционирует 5 сельскохозяйственных кооперативов. Мы об этом, помните, на многих совещаниях говорили, что пускай заходят, это хорошее дело. Ну, 5, чтобы знали, значит, Дамия Георархиес, Качагани, Шаумяни, Варапло и Ахмамедло. 3 кооператива получат по 15 тысяч евро, это уже от неправительственных организаций. Вы помните, мы встречу проводили здесь, они здесь присутствовали, потом я разрешил. Так что вот они уже получат вот эти деньги. Вот в пятницу у них последнее собеседование и получат. Они получат грант, чтобы развивался их кооператив. Bugünkü tədbiri icra başçısının müavini Zaur Tapadadze qiymətləndirdi. O eləcə də hal-hazırda əhalini narahat edən odun problemi ilə bağlı məlumat verdi. Bugün kənd nümayəndələri ilə görüş oldu. Əsasən problemlərdən danışdıq ki, zamanında onların həllinə reaksiya göstərək. Rayonda elektrik enerjisi ilə bağlı problemlər çoxdur. Bugün Energoprojekt Georgiyanın yeni rəhbəri ilə də görüşdük. Problemlərdən məlumatlı olsa da biz də məlumat verdik. Əməkdaşlıq edəcəyik. Xətlər xarabdır və bu da problem yaradır. Çalışırıq ki, elektrik enerjisinin sönməsi halları az baş versin. Odun məsələsi isə çox yaralı yerimizdir. Fiziki olaraq meşədə odun da yoxdur. Ancaq Liberty Bankla əməkdaşlıq nəticəsində razılığa gəlmişik. Onlar bank maşını ilə dağlıq yerlərə, bütün kəndlərə gedirlər və onlarla birgə əhaliyə odun almaq üçün biletlər verilir. Soyuq qış gəlir və istəyirik ki, əhaliyə yardım edək. Bir variant da var ki, Kaxetidən odun gətiriləcək və belə əhaliyə kömək göstərə bilərik. Eləcə də biz icra başçısı ilə birgə Sokar qazın nümayəndəliyi ilə görüşdük. Onlar gələn il üçün bütün təbii qaz olmayan kəndləri nəzərdə tutublar və qazlaşdırma prosesi olacaq. Odunla isə qazlaşdırma olmayan yerlərdə yaşayan əhaliyi ilk növbədə təmin edəcəyik. Onlar bizə müraciət etməlidirlər. İcra hakimiyyətinin kənd nümayəndələri ilə görüşü sakit rejimdə başa çatdı. Digər problemlər haqqında onlar gələn həftə icra başçısına məlumat verəcəklər.